Şirniyyat bişirməkdən taqətdən düşən xanımlara xüsusilə salamlar olsun. Hazır alanlar, elə sizə də salam olsun, ən yaxşını siz edirsiniz. Sizə möhtəşəm bir paxlava resepti ilə gəlmişəm, həm də mayasız paxlava resepti. Reseptə keçməzdən öncə əgər səhifəm ilk dəfə qarşına çıxdısa, mütləq izlə. Bu sadəcə bir xahişdir, əmr deyil. Şərbəti ölçüb hazırlayıram. Videonun açıqlama qismində bütün reseptləri izahlı şəkildə hamısını yazacağam. Bu il bütün şirniyyatların reseptlərini Elmira Qədirovadan götürmüşəm. Mən elə insan deyiləm ki, resepti hardansa götürüm, amma deməyim. Amma paxlava reseptin biraz qarışıq etmişəm. Çünki mən mayalı xəmir istifadə etmirəm. Mayalı xəmir mənim mədəmi qıcqırdır. Ümumiyyətlə mayalı şirniyyatlar çox vaxt qıcqırdır mədəmi. Amma bu paxlava qətiyyən mədəmi narahat etmədi. Siz də könül rahatlığı ilə hazırlaya bilərsiniz. Mən danışarkən resepti göstərdim sizə. Yəni istifadə etdiyim ərzaqları da izahlı şəkildə göstərdim. Onun üzərinə şəkər tozu, duz, vanil, qabartma tozu əlavə edirik. Qarışdırırıq quru qarışıqları. Sonra isə xama, yumurta əlavə edirik və yarım stəkan qatığın içərisində çay qaşığının ucunda soda köpürdüb onu da əlavə edirik. Xəmiri yoğururuq. Sonradan isə mən xəmirə yağ və xama stəkanında su, isti, ilıq su əlavə etdim və o suyu da əlavə etdim. Yəni reseptdə onu da yazacağam. Bunun əvəzinə süd də əlavə etmək olar, amma süd çox əlavə etdikdə xəmir ağırlaşır, unutmayın. Yəni bu xamalı xəmirdir. Xəmir artıq tam hazırdır. Xəmiri saxlamadan işə başlayırıq. İndi isə ləpəni ölçürük. Şəkər tozu və deməli qoz ləpəsini qarışdırıram üdülmüş və hil əlavə edirəm təbii ki. Mən əminəm ki, reseptdə hamı əzbər bilir. Yəni siz də mənim kimi edirsiniz yəqin ki. Mən deməli qozun yarısını ləpə çəkəndə, yarısını isə blenderdə keçirdirəm. İçində biraz diri-diridə qalsın. Amma əslində sizə deyim ki, blenderdan keçirsə daha yaxşı olar. Kündələrə ayırırıq. Mən burada gördüm ki, xəmirim çox yumşaqdır. Biraz onu onunla yaxşıca özüm də bir dəfə əldə yoğurdum, səliqəli və elə kündələrə ayırmağa başladım. 350 qram və 250 qram kündə götürürəm. Alt və üst üçün. Alta 250 qram, üstə 350 qram olacaq. Deməli, mənim listim 40-ın 35-ə olmalıdır. Tam dəqiq yadımda deyil, amma elədir. Çünki çox uzundur, böyükdür. Ona görə də mən kiçik kündələri 90 qramdan götürdüm. Hətta 100 qramdan da götürsəydim daha rahat olardı. Çünki kündələr yayda çox kündələrində. Deməli 350 qram budur, 250 qram budur. Bunlar isə hərəsi 90 qramdır. Mənim qabım böyükdür. Adətən 70 qram eləyir, amma mənim qabım böyükdür. Ona görə mən bunu eləmişəm. Birinci balaca kündələri yaxşı-yaxşı yayıb üst-üstə yığıram. Narahat olmayın, yapışmır. Biraz un səpə bilərsiniz. Hamısını yayıb yığıram. Çünki tək hazırlayıram paxlavanı. Tək hazırlayırsınızsa sizə də bu üsul rahat gələ bilər. Yaydım, yığdım. Sonra başlayıram böyük kündələri yayıram və başlayıram işə. Digər bütün proseslər normal paxlava resepti kimidir. Ona görə də məncə izləyin. Çünki çox danışdıqda sizi də yormaq istəmirəm. Bir onu bilirəm ki, bu xəmir çox gözəldir, elastik olur. Yəni cırılmır çox dartmadıqca. Yəni mən mayalı xəmiri daha çox narahat bilirəm, nəinki belə. Yəni mayalı xəmir cırılan olur məncə. İndi ola bilər hər kəsin əlinə necə yatırsa elədir. Hər qatı deməli yuxanı əlavə etdikcə, içlik qoyduqca üstündən möhkəm basmaq lazımdır. Tort üçün istifadə olunan o deməli mala kimi olan alət, yadımdan çıxdı o adı. Deməli ondan istifadə olunsa da olar. O yoxdursa elə əlinizlə də qəşəng möhkəmcə xəmirin üstündən basın. Bu arada gördünüz ki, yağlamadım. İlk dəfə idi belə edirdim. Həqiqətən də möhtəşəm alındı. Yəni aralarına, layların, xəmirlərin arasına yağ vurmadım. Yağı ən sonda əlavə edirəm. Ən sonuncu deməli yuxaya əslində ləpə vurulmur. Mən çox az vurdum. Onda səbəbini deyim sizə. Ən axıra qalan 2 qat xəmirin bir-birinə yapışdı. Mən onların ikisini əlavə etdim deyə dedim çox ləpəsiz olmasın. Ən üst qata da ləpə vurdum. Yaxşı oldu yəni. Deməli ən üst qatdan öncə deməli çəngəllə deşdəkləmək lazımdır. Sonra ən üst qatı qoymaq lazımdır. Yəni ən üst qatdan altdakı qatı çəngəllə deşdəkləmək lazımdır içlik qoyduqdan sonra. Burada isə kameranı əyri tutmuşam. Ona görə əyri görünür, amma əyri deyildi. Xətkeşlər birinci ölçürük, sonra isə xətkeşlər kəsirik. Burada edəndə mən səhv başladım, onun fərqinə vardım, amma artıq gec idi. Deməli kənardan başlayıb deməli enliyə doğru, yəni ortalarına doğru getmək lazım idi. Mən isə ortadan başladım. Amma eybi yoxdur, qəşəng çıxdı, alındı. Yəni 1-2 hissəsində biraz simmetriya pozuldu.
Üzəri üçün yumurta, deməli bir yumurta və bir yumurtanın sarısını və bir çay qaşığı duru yağı yaxşıca qarışdırıb edirik. Deməli üzərinə yumurta sarısını vurarkən yavaş-yavaş yedizdirə vurmaq lazımdır. Onda daha yaxşı olur. Həqiqətən də məndə çox vaxt bəzən üstü qopurdu, amma bu dəfə Elmira xanımın dediyi kimi elədim, çox qəşəng çıxdı. Hazır olan paxlavanı sobada 150 dərəcədə bişiririk. Deməli fansız rejimdə bişiririk. Üstü biraz quruyandan sonra, bişəndən sonra bir daha çıxardırıq sobadan. Xətlərini kəsirik və yağ tökürük. Yox, məncə biraz da qalmalıdır. Baxın, görsün nə gözəl olur. Şərbəti isə çox gözəl alınır, bal kimidir. İsti paxlavaya soyuq şərbət dökmək lazımdır. Şərbəti əlavə etdikdən sonra isə sobaya qoymuruq. Allah hər kəsin süfrəsini ruzi bərəkətli etsin. Qarşıdan gələn Ramazan bayramınız, Novruz bayramınız mübarək olsun. Rəbbimiz hər kəsə ilk növbədə can sağlığı versin, güc qüvvət versin, ruzi versin ki, hər kəs istədiyi kimi süfrəsini bəzəyə bilsin, istədiyində bişirə bilsin. Allah'a əmanət olun hər biriniz.